HPV virusu və yəni zil virusu artıq ciddi şəkildə terapiya olunması gereken bir virusdur. Bunun səbəbi HPV virusunun qorunma metodlarına baxmayaraq yayıla bilməsidir. Yəni HPV virusu bildiyimiz kimi kontaktı sevən bir virusdur. Yəni dəri kontaktı olduğu halda bulaşa bilir və təəssüflər olsun ki, qoruyucuların burada hər hansı bir köməyi olmur. Yaxşı, biz burada HPV-dən necə qoruna bilərik? İlk başda qız uşaqlarını cinsi akta keçmədən təqribən 2 il qabaqcadan peyvəndlənməsi mütləq dərəcədə şərtdir. Çünki HPV virusu qadınlarda ciddi miqdarda onkogen dediyimiz, yəni xərçəngləşdirmə riski olan bir virusdur. Yəni genital xərçəngin demək olar ki 99% xanımlarda HPV, yəni bu zil qaynaqlıdır. Biz özümüzü, öz sevdiklərimizi, öz uşaqlarımızı peyvəndləyərək onları gələcəkdə HPV virusuna bağlı onkologiyalardan 85%, 90%-ə yaxın qoruya bilirik. Yaxşı, bəylər, sizdə özünüzdə HPV olduğunu görmüsünüz və yaxud da şübhələnirsiniz ki, HPV-niz var. Siz bu halda nə etməlisiniz? Bir androloqa yaxınlaşırsınız, düzgün şəkildə müayinələrdən keçirsiniz və sizdə HPV-nin olduğu təsdiqlənirsə, ciddi miqdarda bu HPV-nin terapiya edilməsi mütləqdir. Zil virusunu, yəni HPV-ni biz necə müalicə edirik? Bunun bir çox çeşidlilikdə müalicə metodları var. İlk başda krem istifadəsi ilə biz zilləri orada yoxlaya bilirik, amma ki bunun zillərin yox olması 3 ayları çəkə bilir. Yəni əgər biz zil virusundan qurtulmaq istəyiriksə, yəni bu da sürətli baş verməlidirsə, kremlərdən biz istifadə etməyi çox tərcih etmirik. İkincisi, burada zillərin yandırılmasıdır. Yəni elektrik istifadə edərək orada HPV virusunu biz yandıra bilirik. Yandırarkən də müəyyən qədər orada iz qala bilir təbii ki. Üçüncüsü isə orada biz soyuq uyğulayaraq, yəni -70 dərəcəyə qədər, -80 dərəcəyə qədər soyuq uyğulayaraq orada HPV-ni soyuğa məruz buraxaraq dondura bilirik və dondurduğumuzda da artıq HPV virusu düşmüş olur. Dördüncü olaraq lazerdən istifadə edərək HPV-ni tam dərin, yəni kökünə qədər biz məhv eləyə bilirik. Sizə uyğun şəkildə 4 terapiya növündən, müalicə növündən birisini seçərək zilləri tədavi elətdirə bilərsiniz. Sadəcə unutmaq lazım deyil ki, bu tədavilərdən sonra, müalicələrdən sonra zillər təkrarlama ehtimalı yüksək olan bir virusdur. Yəni bir dəfə bədənə düşdünmü HPV virusu çıxmaq bilmir və pasiyentin immunitetinin dərəcəsinə görə ya o dəri altında həmişə gizlin şəkildə qalır və yaxud da immunitet düşdüyündə artıq yavaş-yavaş kök salaraq dəri üstünə çıxa bilir. Sadəcə bilmək lazımdır ki, bu bəylərdə o qədər də HPV virusu risk təşkil eləmir. Sadəcə olaraq estetik olaraq görüntünü poza bilir. Amma ki, əsas olaraq burada xanımlarda öz xanımlarımızı, öz uşaqlarımızı qorumaq üçün mütləq dərəcədə zillərimizi yandırtmalı və öz yoldaşlarımızı cinsi akta başlamadan qabaq peyvəndlənməyimiz şərtdir.